Əfqanistanda Soba adlı bir kənd var. Bu kənd Əfqanistanın paytaxtı Kabildən cənubda yerləşən Qəzni vilayətinin cənub hissəsində yerləşir. Bu kənd dağlar arasındadır. Kənd əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Orada elmə və alimlərə böyük məhəbbəti olan mömin bir kişi yaşayırdı. Onun adı Məhəmməd Riza idi. O 1935-ci ildə bir oğul sahibi oldu. Bu uşaq valideynlərinə itaətkar idi. Atasına əkinçilik işlərində kömək edir, elmə və əhl-i-beytin irsini öyrənməyə böyük maraq göstərirdi. Kəndə məktəb olmadığı üçün oxumağı və yazmağı öyrənə bilmirdi. Atası onu hər gün kəndin şeyxinin yanına aparırdı ki, ona oxuma yazmağın ilkin qaydalarını və Qurani-Kərimin maarifini öyrətsin. Bəzi mənbələrdə qeyd olunur ki, qışda həmin kəndə çox qar yağırdı. Bəzən uşaq qarın içində müəllimin yanına gedə bilmədiyi üçün atası onu çiyninə alıb müəllimin yanına aparırdı ki, Quranı oxumağı və yazmağı öyrənsin. 5 il ərzində oxumağı, yazmağı və Quranı öyrəndikdən sonra başqa bir kənddə yerləşən dini məktəbə getmək qərarına gəldi. Beləcə, onun qürbət həyatı başladı. Orada dini təhsil almağa başladı. Məntiqdən Haşiyə-i Molla Əbdullah, bəlağətdən Mütəvvəl, yəni Təftəzaninin məşhur əsəri və həmçinin Cami-ül Məqasid və digər dərsləri oxudu. Lakin onun arzusu yalnız bununla kifayətlənmirdi. O, dərin elmi araşdırmaların və orijinal dini təhsilin mərkəzi olan Nəcəf hövzəsinə getmək istəyirdi. Ancaq anası ona çox bağlı olduğu üçün Nəcəfə hicrət edə bilmədi. Anası vəfat etdikdən sonra isə bu arzunu həyata keçirmək qərarına gəldi. Əvvəlcə kəndindən çıxıb Məşəd şəhərinə getdi və orada bir il qaldı. Sonra Qum şəhərinə köç etdi. Onun əsas məqsədi Nəcəfə çatmaq idi. İraqa getmək üçün ona dedilər ki, əvvəlcə Əhvaza getsin. O da Əhvaza getdi. Sonra bəzi seyidlərin köməyi ilə Bəsrəyə daxil oldu. Bu yolçuluq və hicrət asan deyildi. Hər mərhələdə ona yardım edən xeyirxah insanlar və elm dostları oldu. Nəhayət 1949-cu ildə 18 yaşında ikən Nəcəfə çatdı. Lakin Bəsrədən dərhal Nəcəfə gedə bilmədi. Bir müddət Şeyx Əbdülmehdi Müzəffərin evində qaldı. Sonra Nəcəfə səfəri təşkil edildi və o Nəcəf-i Əşrəfə daxil oldu. Nəcəfdə Mişraq məhəlləsindəki Səlimiyyə mədrəsəsində təhsil almağa başladı. Müqəddimə və səth dərslərini oxudu. Çox keçmədən onun elmə bağlılığı, ixlası, çalışqanlığı, zəkası və istedadı hər kəs tərəfindən hiss olunmağa başladı. Elm tələbəsinin necə olduğu verdiyi suallardan, irəli sürdüyü iradlardan və dərsə münasibətindən bilinir. O da qısa müddətdə fərqlənməyə başladı. Bu gəncin adı nə idi? O, Şeyx Məhəmməd İshaq Fəyyaz idi. Daha sonra Nəcəfin ən böyük alimlərinin, cümlədən Seyyid Möhsin Həkim və Seyyid Əbulqasim Xoyinin kimi böyük üstadların xaric dərslərində iştirak etdi. Xüsusilə Seyyid Xoyinin ayrılmaz tələbələrindən oldu. Onun yanında 15 il xaric dərsi oxudu. Ümumilikdə isə təxminən 35 il üstadı ilə birlikdə oldu və Seyyid Xoyinin vəfatına qədər onun xidmətində qaldı. Nəcəfə gəldiyi ilk illərdə böyük yoxsulluq və çətinliklərlə üzləşdi. Elm tələbələrinin qürbət həyatı çətindir. Ailədən uzaq olmaq, öz mühitindən ayrılmaq və müxtəlif məhrumiyyətlərə dözmək lazım gəlir. Lakin burada elm öyrənmək üçün münasib şərait mövcud idi. Deyirlər ki, Seyyid Xoyi mədrəsədə dərs oxuyarkən ayaqqabılarını otağın içində qoyub qapını bağlayardı ki, insanlar onu çöldə görüb yanına gəlməsin və vaxtı boşa getməsin. Gecə boyu oyaq qalaraq elmi məsələləri araşdırardı. Şeyx Fəyyaz da ömrünü elmə, mübarizəyə, təqvaya, zəhmətə və Mühəmməd və Ali Mühəmmədin irsini yaşatmağa sərf etdi. Allah və Əhl-i-Beyt də onun zəhmətlərini hədər qoymadılar. Təhsilində böyük uğurlar əldə etdi. Seyyid Xoyiyə yaxın olduğu üçün onun müxtəlif tapşırıqlarını yerinə yetirir, yaxın və uzaq səfərlərə çıxır, müxtəlif dini və ictimai missiyalarda iştirak edirdi. Seyyid Xoyi vəfat etdikdən sonra Şeyx Fəyyaz xaric dərslərini tədris etməyə başladı. O artıq müctəhidlik dərəcəsinə çatmışdı. 1979-cu ildən etibarən fiqh və üsul sahələrində xaric dərsləri verməyə başladı və bu günə qədər həmin dərsləri davam etdirir. Natiq deyir ki, özü də bir müddət onun dərslərində iştirak edir. Bəzi müəllimlər dərs verərkən qarşılarında qeydlər saxlayırlar.
Amma Şeyx Fəyyaz heç bir qeyd olmadan dərs deyir. Rəvayətləri, mənbələri, səhifə nömrələrini, iradları və cavabları yaddaşdan söyləyir. Uzun illər xaric dərs tədris etdiyi üçün elmi materiala tam hakimdir və dərs zamanı kitaba və ya qeydlərə ehtiyac duymur. Onun fiqh, üsul və digər mövzularda təxminən 40-dan çox əsəri vardır. Elmi fəaliyyətlə yanaşı, ictimai və siyasi sahələrdə də mühüm rol oynayıb. O ustadı Seyyid Xoidən çox təsirlənib. Hətta bu gün də hər il Səfər ayında Seyyid Xoinin vəfat günü onun xatirəsinə xüsusi məclis təşkil edir. Hazırda onun yaşı təxminən 95-dir. Bu ömrünü elmə, mübarizəyə, təqvaya, zəhmətə və Mühəmməd və Ali Mühəmmədin irsini yaşatmağa sərf etdi. Allahdan diləyirik ki, onun ömrünü uzatsın, ona bərəkət versin və tezliklə şəfa nəsib eləsin. Mühəmməd və Ali Mühəmmədə salavat göndərməklə sözümüzü tamamlayırıq. Allahummə səlli alə Muhammedin və əli Muhammedin.